İmam Hüseyin aleyhisselam artıq Məkkədən çıxanda böyük bir xütbə ilə çıxdı. Bütün insanların ruhunu oyatmaq üçün böyük bir xütbələr dedi. O xütbənin bir-ikisini sizinlə bu gecə bölüşəcəm. Amma həqiqətən diqqət eləyin və çox alacaq orada məqam var, nöqtə var və dərs var. Birinci buydu ki, İmam Hüseyin aleyhisselam Kufiyə doğru hərəkət eləyəndə belə bir söz deyir: Eyyühənnaz, innəməd dünya daru məcaz vəl-axirətu daru qarar. Ey insanlar, dünya keçicidir, müvəqqətidir, maddidir. Gedəcəyimiz yer axirət yurdu daimi və əbədidir. Öz qaldığınız yerdən fəxudu min məmərrikum liməqarrikum, öz qaldığınız yerdən daimi gedəcək evinizə azuqa götürün. İmam Hüseynin xütbəsi bu idi Kufiyə qədər və Məkkədən çıxanda müvəqqəti dünyanın fani olduğunu bizə anlattı və bizə başa saldı ki, dünya üçün yaşamın, dünyanın oğulları, dünyanın övladları olmun, axirət övladları olun. Dünya keçicidir. Var, övlad, minik, maşın, yaşayış, cavanlıq, ləzzət, bütün ki nə dünyada görürsünüz, bunlar keçicidir. Bunlar keçəcək. Dünənizə baxın, dünənimizə baxaq, keçdi, ələ gəlməz. Əbədi axirət yurdu bizi gözləyir. Öz bu dünyada qazandığımızı bu dünya bazarında axirət üçün azuqə götürək. Çünki bizə azuqə çox lazım olacaq. وَأَخْرِجُ مِنَ الدُّنْيَا قُلُوبَكُمْ مِنْ قَبْلِ أَنْ تَخْرُجَ مِنْهَا أَبْدَانَكُمْ. Bədənlərinizi bu dünyadan ayrılmamış, bədəniniz bu dünyadan ayrılmamış, ürəklərinizi dünyadan götürün. Ürəyinizi dünyadan çəkindirin. Nə qədər ki bu bədənlər fənadır, bu bədənlər çürüyüb gedəcək, bu bədənlər məhvə məhkumdur, siz artıq bu bədənlərinizi götürüb və əbədi axirət yurdu üçün özünüzü hazırlayın. Və bu xütbəni deyə insanları qəflət yuxusundan ayıldır. Bizi ayıltmalıdır bu gecə. Bizi bu dünyanın ləzzəti, bu dünyanın eş-işləti, bu dünyanın gəncliyi, müvəqqəti olduğunu insan anlayır. Necə ki bizim peyğəmbərlərimiz, imamlarımız, müqəddəslərimiz bizi bu yolda, bu həqiqət yolunda haqla batili ayırmağa bu gecədən dəvət edir. Yəni aylaq. Və İmam Hüseyin əleyhissalamın şuarlarından da biri bugün yerinə düşər. Çox diqqəti cəlb eləyir. İmam Hüseyin əleyhissalam görün nə buyurur. Öz mübarək dilindən çıxan hədisdir, bugün də tarix bunu yazır. İmam belə buyurur: İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalima. İmam Hüseyin buyurur, mən məqama görə, ictimai nüfuza görə zülüm və fəsad etmək üçün qiyam etməmişəm. Bax, fikir verin kəlməyə. Məqama görə, vəzifəyə görə mənə desinlər ki, İmam Hüseyin getdi, şəhadət şərbətini içdi, mən məqam istəməmişəm. Bir də ictimai nüfuza görə. İctimai nüfuz bilirsiniz nədir? Adamlar var, bəzən özünü göstərir, təqdim eləyir ki, məni də desinlər ki, belə bir adam var. Bu ictimai nüfuz. İmam Hüseyin buyurur, mən məqama görə, ictimai nüfuza görə zülüm və fəsad etmək üçün qiyam etməmişəm. Li-tələbi və innəmə xərəctu li-tələbil islah fi ümməti cəddi Rasulillah. Mən cəddimin, peyğəmbərin ümmətini islah etmək üçün, ümmətin, peyğəmbər ümmətini doğru yola gətirmək üçün, haqq yola gətirmək üçün cihad eləmişəm, yola çıxmışam. Vəl-amirunə uridu ən amirə bil-ma'ruf və nəhə anil-münkər.
Mənim məqsədim Peyğəmbərin, babamın yarımçılıq qalan işlərini davam etdirəm, insanları yaxşılığa dəvət eləyəm.